Salam əziz və dəyərli izləyicilərim, Rusiyada yaşayan Azərbaycanlılar o qədər suallar vermisiniz. Bilmədim hansı birinizə rəylərdə, yəni kommentariyalarda cavab verib. Ona görə məcbur oldum ki, yenə bir dənə sizin üçün qısa da olsa video çəkim. Mənim əzizlərim, suallar gəlir ki, Məryəm xanım, Azərbaycanlılar Rusiyanın hansı şəhərində olur olsun, ələxüsus Moskvada yaşayanlar, Moskva ətrafı yaşayanlar, hansısa bir klinika tanıyırsınızmı? Biz ora müraciət eləyək, bilək ki, doğrudan da analizlərin cavabı düzdür, həkimlər yaxşıdır, savadlarına güvəndiyiniz. Mən video çəkmişəm mənim əzizlərim, çalışdıqca şərhlərdən qoyacağım videonun üstünə. Mən çəkmişəm video Niyamet klinikası haqqında. Sonra mağazalar sual verirsiniz mənim əzizlərim. Ən brend mağazaların reklamını eləmişəm. Həqiqətən də özüm də oradan geyinirəm o mağazalardan. Məsələn, Moskvanın ən gözəl yerində Aloni mağazasından bax bu əlbisəmi də almışam. Çox gözəl mağaza. Sonra Türkiyənin brend mallarını reklamını eləmişəm. O da var səhifəmdə. X Arzu altdan xətt moda mağazası. Azərbaycanın, Bakının ən gözəl supermarketi Bigrosu mən reklam eləmişəm. İndi düzdür adını dəyişiblər Göy məscidlə üz-üzə. Amma Moskvada soruşursunuzsa Niyamet klinikasını paylaşmışam və başqa mağazaları da reklamını eləmişəm. Əzizlərim, müraciət eləyə bilərsiniz. Amma girin YouTube və TikTok səhifəmdə baxsanız görəcəksiniz. Ayrıca, əgər bütün Rusiyanın hansı şəhəri olur olsun, İstəyirsinizsə ki, reklamınızı mənə həvalə edəsiniz, minlərlə insanlar baxsın. Məsələn, YouTube səhifəmdə bilmirəm 30 minləri keçən takibim var, patpisçiklərim var. TikTokda isə 300 mini keçən patpisçiklərim takib. Instagramı demirəm, baxış saylarda milyon da baxılan videolarım var, daha çox baxılan videolarım var. İstəyirsinizsə siz də reklamlarınızı Məryəm xanıma həvalə etmək buyura bilərsiniz. Nömrəmi səsli şəkildə deyəcəm əzizlərim. Hansı şəhərində olursunuzsa olun Rusiyanın. Ən ucqar şəhəri olsa belə səhifəmdə paylaşacağım. Minlərlə Azərbaycanlılar sizə müraciət eləyəcək. İstər Azərbaycan, istər paltar olsun, istər ayaqqabı, istər sumka, istər qızıl, istər bijuteriya, istər kosmetologiya salonlarınız olsun. Hamısını mənə həvalə edə bilərsiniz və mən də səhifələrimdə paylaşacağım. Bütün Azərbaycanlılar ancaq və ancaq sizə müraciət eləyəcəklər. Sizin mağaza olsun, restoran olsun, ayaqqabı mağazası, sumka və s. Özünüz girib səhifəmdə görəcəksiniz ki, nə qədər baxanlar var videolarıma. Mənim əzizlərim, ona görə də nömrəmi videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə tələffüz edəcəm. Amma necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Əlavələr etsəniz tapmayacaqsınız. Rusiyada yaşadığım üçün Rusiyanın WhatsApp nömrəsidir əzizlərim. Beləcə də yaddaşa salın. Rəqəm yazmayın əvvəlinə başqa, mən deyəndən başqa. Tireylər qoymayın, nöqtələr qoymayın əzizlərim. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, sizin də şərhlərinizi gözləyirəm. Abunə olun, takib atın ki, sizin də reklamlarınıza baxış gəlsin, sizin də mağazalarınız baxılsın, sizin də çəkdiyiniz, sizdən ötürü çəkdiyim videolara da baxışlar çox gəlsin. Əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.